Mən belə bir şey deyim, kommentdə yazarlar bana. Əkizlə tərəziyə deyim bunu. Dolça da belədir. Fikir versinlər. Məsələn, əkiz gedəcəkdi bura. Deyir, qoy gedim ben bura deyim, qaydım, gəlim, görür ki, bura yanıb. Bəli. Bu bir. Əkiz girir mağazaya, mağaza bomboşdur. Paltarı götürən kimi 5 nəfər gəlir. Dolçada, tərəzidə. Əkiz biri əkiz tərəzi dolçaya 10 manat. Mənə dəfələrcə izləyicilərim mənə deyir ki, sən çox yüngül, əlin yüngül adamdır. Hə. Elədiyin, onlara qarşı nəsə edirsən, Allah təala göndərirsən. Yəni məsəl üçün deyir, Allah təala sənə pişiyin də ruzusunu verir, sənin də ruzunu verir. Sən düşünmə ki, pişiyin yeməyini necə alacaqsan. Ona görə bizdə şeytan tükü çox olur. Şeytan tükü deməyək. Şeytan tükü, yo, olan deyək də, yəni. Mələk tükü deyə bilməyək. Yo, mələk, şeytan da bir mələk olub da. Yəni. Biri var qovulmuşlar, biri var qəbullanmışlar. Biz qəbullananlardanıq. Biz qəbullanmış, qovulmuşlardanıq.